Görürəm, hər kəs yekunlaşdırır, eləmi? Bəli. Bugün bizim dərsimiz məsələlər idi. Sizə də hər hansı bir situasiya əsasında məsələləri istifadə etməklə, hər hansı bir məsələdən istifadə etməklə kiçik həcmli bədii mətin yazmaq tapşırılıb. Görək kim necə bədii mətin yazıb. Kim hazırdır? Kimin ki mənim xoşuma gələr sizcə? Turanla başlayaq, buyur görüm. Azər'in dostu Anar'ın bir telefonu var idi. O Azər'ə... Turan, gözlə oğlum, hansı məsələdən istifadə etməklə mətin yazmısan? Aşım var, arım var, eşek var. Buyur. Azər'in dostu Anar'ın bir telefonu var idi. O Azər'ə mənim çox yaxşı telefonum var deyirdi. Bir gün o telefonu göstərəndə telefon zorla açıldı. Azər o zaman öz-özünə dedi, arım var, eşek var. Oldu, əla. Nihat buyur görüm. Biri var idi, biri yox idi. Bir Məmmədə... Sən əvvəlcə məsələni denə. Arı yuvasına göstərmək. Ay sağ ol, buyur. Biri var idi, biri yox idi. Bir Məmmədəli adlı adam var idi. Bir gün Məmmədəli arı yuvası düzəltmişdi və bir gün bu arı yuvasına zibil atmışdı və arılar yuvadan çıxıb onu vurdular. Sonra isə onu xəstəxanaya apardılar və beləliklə arı yuvasına çıxıb. Oldu, yaxşıdır. Fərid, buyur görüm. Mən də arı yuvasına çöp salmazlar. Aha, eyni məsələdən istifadə etmişsən. Buyur. Biri var idi, biri yox idi. Əlifsiz adlı bir adam var idi. Bir gün o arı yuvasına çöp saldı və onlar onu sancdı. O isə xəstəxanaya müraciət etməli oldu. Oldu. Nihatla eyni. Dinara buyur görüm. Annem, mən məsələni istifadə etmişəm. Darıcığımın yoxdursa şirin dilin olsun. Bir dəfə nənəmə peçet yağdırmaq üçün dükana apardı. Bir dənə peçeniyə aldırmadım. Cipsi və yoğurt da aldırdım. Anam evə gələndə əlimdəkiləri görüb dedi, yenə şirin dilinə aldırdın hər şeyi. Darının yoxdursa şirin dilin olsun. Yəni, darı unun olmasa da şirin dilin var. Eləmi? Ana o formas demək istəyir. Yazmısan qızım Səma? Buyur görüm. Buyur görüm. Bir gün Yar Sənət və Həsən Paşa meşədə piknik qurmuşdular və ağacda əntizə almanı görmədilər. Piknik qurtardan sonra bir ayı gəldi, əntizə almaya gedir. Armudun yarısı meşədə ayı. Səma da deyək ki, özünə uyğun yazıbdı. Amma Səma, məsələ tam ifadə etməmisən. Başqa cür yazmışsan sən. Amma yenə də sağ ol, əziyyət çəkmirsən. Təşəkkürlər. Fidan. Biri var idi, biri yox idi. Səmiyyə xatun adlı bir qız var idi. Gözlə bir dəqiqə. Bayaq sonra fikir verirəm. Hər biriniz qədimi adlardan istifadə etmirsiniz. Niyə? Daha qəribə olur, daha belə maraqlı olur da. Oldu. Mənim məsələm budur ki, Almanı soye, armını sayı. Mətnin adı da Səmiyyə xatun. Biri var idi, biri yox idi. Səmiyyə xatun adlı bir qız vardı. O, meşəyə getməyə qərar verdi. Biraz getdikdən sonra qarşısına bir yüzün armud çıxdı. Səmiyyə xatun o qədər acıydı ki, armudun hamısını yedi. Biraz vaxt sonra qarnı ağrıdı. Qarşısına yenə bir qədər alma çıxdı. O çox acgöz olduğu üçün almaları da yedi. İndi isə almaları soymadan yediyi üçün xəstə oldu və tez bir zamanda xəstəxanaya qaldırıldı. Bundan bir həftə sonra sağlam geri qayıtdı. Bunun üçün də insanlar deyirlər ki, almanı soy yer, armudu sayır. Oldu, sağ ol. Banu, qızım buyur. Mən armudun yaxşısını meşədə ay yeyər məsələndə istifadə etmişəm. Mətmin adlı Əlövsətin evliliyi. Buyur. Biri var idi, biri yox idi. Bir Əlövsət adında kişi var idi. Onlar 30 yaşı olmasa da o evli değildi, öz-özünə deyirdi. Qabağıma has bir çıxsa onunla tanış olub evlənəcəm, belə deyildi. Qabağına çıxan 3 qızla tanış olub evləndi. Bu qızın adı Səlminaz idi, Əlövsətin bəxtinə bulur, çox
gözəl və çox sakit idi. Əlifsətin anası isə bu evliliyə qarşı çıxırdı. Amma yenə də evləndilər. Onun adı isə Həmiyyət idi. Həmiyyət isə Sərminaza gün üzü vermirdi. Sərminazın yaxşı xüsusiyyətindən də istifadə edirdi. Onları qıraqdan baxanlar isə əllərinə çərəz alıb qeybət edirdilər. Ay həqiqətən də armudun yaxşısına meşədə ailəyə. Təşəkkürlər. Siz yekunlaşdırmısınız yoxsa yox Hüseyn? Özcan sən? Sən də yekunlaşdırmamısan? Yaxşı. Buyur görüm. Buyur. Hansı məsəldən istifadə etmisən? Arsız adam qocalmaz. Keçmiş zamanlarda Arya adlı bir qaynana var idi. Onun oğlu ve Ceren'le hiç onun kimi değildiler. Burayı temizlediler. Onlar çok hoşbakt yaşayırdılar. Arya onların hayatını bozuldu. Gezilere çizirdi. Ceren'le Arya ne zaman gezilere gitse dalıyca danışıp diğerleri artık adamı bacalmaz. Oldu. Sən də bacardığın kimi yazmışsan. Ümid hazırsan oğul? Yazmış. Hələ tamamlamamısan? Ruslan, tamamlamısan? Ha? Baxsan. Siz? Sizinki də. Fidan hazırdır kızım. Buyur görüm. Anne, arım var, eşek arasından. Buyur görüm. Bir gün mən bacımdan stiker istədim, bacım dilləndi. Məndə elə gözəl stikerlər var. Par parıldayır. Mən dedim, gətir görək. Bacım stikerləri gətirdi. Mən birini götürmək istədiyimdə hamısı yerə töküldü. Mən bu zaman dedim, arım var, eşek arasın. Oldu. Sağ ol. Mən məsələn, arıqda həvəs yox, qaçmağa nəfəs yox. Arıqda həvəs çox, qaçmağa nəfəs yox. Buyur görüm. Bir arıq qız var idi. Onun arzusu var. Onun arzusu qaçış yarışına qatılmaq idi. O yarışa qatıldı və məlumat verilmiş olsun bir yarış var. Hazır olun. Həmin gün çatdı və mən qaçırdım. Onda həvəsim qaçdı. Öz-özümə dedim, arıqda həvəs yox, qaçmağa nəfəs yox. Şahanə. Başlığın yaxşı, amma sonu düzgün tamamlamamısan. Amma mətnində məsəli ifadə eləmisən. Sağ ol. Təşəkkür. Arım var, eşek arasın. Bir gün Mehmet Ali ve Mehmet Ali'nin adını Yenə qədimat. uşaqlar oynayırlar. Mehmet Ali çok yaramaz, Mehmet Ali ise çok akıllı idi. Mehmet Ali'nin anası çok sevinerek adını oyun değildi. Mehmet Ali'nin anası ise arım var, eşek arasın. Ol. Sizinki hazırdır? Ayşə səninki də hazırdır? Hansı məsələdir səninki? Arım var, eşek arasın. Xatunla eyni istiyorsan yazmışsınız. Buyur görüm, oxu görüm yaxşı. Bir gün Bəylədəddin və Məhəmməd Ali uşaqlar parkda oynayırdılar. Bəylədəddin çox ağıllı, Məhəmməd Ali isə yaramaz idi. Bəylədəddin anası Samiyə Xatun oğlunu çox tərifləyirdi. Məhəmməd Əlinin anası Sərminaz oğluna deyirdi, arım var, eşek Hə, oldu. Əhatə eləmisən, sağ ol. Buyur görüm. Anne, armudun yaşlısını meşədə ayı yeriyor. Buyur görüm. Bir gün Həsən Paşa meşəyə getdi. Orada qarşısına bir ayı çıxdı. Ayı ona hücum etmək istədi. Həsən Paşa ona armud vermək istədi və armud verilməsə də meşədən uzaqlaşdı. 3 gün sonra onun evinə ayılar hücum etdi və o evindən Aylin, sən bədii mətnində bizim tapşırığa uyğun yazmamısan qızım. Bir dahaki tapşırıqlarda diqqətli olun.